Selam kanal videomuza hoş geldiniz. Bugün sizinle birlikte 2 günlük vlog çekmek istedim ama tam olarak 2 günlük olacağını düşünmüyorum. Çünkü indi saat necədir? Saat 6'dır, 17:49'dur. Tam olarak 2 gün olmayacaq ama bir günlüydü. Nəsə də bir vlog olacaq. Bu səsimi aldırışım, yumuşam diye bir qəribəydi, qabarmışdım ama qəbələ yığdım. Deməli, əslində bugün başlatmayacaqdım, sabah başlayacaqdım. Amma ki, bugünləri sabah hazırlığım var, riyaziyyat, onun ev tapşırığını falan eləyəcəm deyə. Dedim ki, çəkim. Yenə də. Bundan öncəki videom dərs çalışma vloguydu. Əslində çox izlənəcəyini düşünmürdüm. Yenə də dəhşət bir izləmə olub. Digər videoma görə daha çox izlənəm. Belə bir videom idi. Əslində mənim 56 minlik bir dənə kanalım var. Burası o kanal ki biraz karşımalaşadır. Onun temalarını falan tez-tez dəyişirdim. Yəni tez-tez kanal teması dəyişdiyi üçün keşfeti bağlanmışdı. Videolarda bir də çox gec-gec atırdım. Keçənlərdən heç video atmadım. 2-3 dənə attım. Bu da ki, əlbəttə ki, yəni kanalda fəaliyyət çox olmadığı üçün izləmə falan yox idi. Əslində ard-arda 3-4 vlog atsaydım düzələr deyə düşünürdüm. Amma ki o kanalımı mənim bütün sinif yoldaşlarım falan yaxınlarım bilirdi. Ona görə də orada davam eləmək istəmədim. Həm də ki bu 56 minə qədər dediyim kimi teması bir çox dəyişib və öyle hangisi tipli videolar çəkirdim bir ara 2 il qabaq idi deyəsən, hə. Onda falan bayağı tutmuşdu kanalım və 56 minə qədər falan gəlmişdi. Yəni vlog kanal olaraq gəlmədiyi üçün həm keşfət çox bağlı idi, həm də ki öz əməyim olaraq saymırdım da onu. Ona görə belə kanal açdım. İndi 56 minlik hesabı görüb 25 abunə mən biraz gülməyə gəlir, amma eybi yoxdur. Yəni nə qədər gec artsaq o qədər yaxşıdır mı bilmirəm, nəsə də mən hal-hazırdakı durumumdan çox məmnunam. Çünki biraz sosial anksiyetesi olan biriyəm. Yəni nə bilim, o biri kanalımı daha çox adam tanıyırdı deyə daha çox adamın izləməsi biraz məni gerirdi deyəydi, narahat edirdi. Ona görə də belə bir kanal açdım. Bu kanalımdakı bu son videomda yəni bir 200 baxış falan gəlir. Elə digərlərinə nisbətən daha çox idi. Deməli 2 günlük vlog çəkəcəm. Sabah mənim deməli saat 9-da məşqim var. Mən fizioterapiyaya gedirdim belimə görə. Kifoz nasıl bir şey. Prosto fizioterapiyə gedəndə həm 2 saatlıq gedirdim. Həm 1 saat idman, həm də ki 1 saatda toka verir. Tok dediğimiz ad toku, yəni özü öyle bir şey değil de. Bundan önceki videomda deyəsən bəsləmişdim. Bir də ki ben toka uzanırdım, amma indi tok yoxdur. İndi sadəcə idmana gedirəm. Saat 9'da da 9'da gəlib 10'da çıxacağam. Hardasa 11'in yarısı falan evdə olaram deyə düşünürəm. Orada falan çəkmək olmur. Sabah yolda falan çəkərəm deyə düşünürəm. Yəni çünki orada çəkiliş qadağandır mı? Qadağan deyil, prosto yəni icma eləyəcək. Yəni necə götürüm çəkim. Ondan qayıdandan sonra saat 4'ün yarısı riyaziyyat hazırlığım var. Belə. Bugünlər bu arada hava çox qəşəng idi. İndi mən keçəcəm riyaziyyatımı yazacağım. Riyaziyyatdan 100 dənə tapşırıq vermişdim müəlliməm. Qızlar yor bu arada. 100 dənə tapşırıq vermişdi. 60'ını yazmışıq, 40'ı qalıb sabah üçün. İndi 40 dənə də yazıb burada bitirəcəyik. Bir də sabah açaram yəqin ki. Biz hazırlığı 3 nəfər gedirik. Reyhan zaten tanıyırsınız. Zəhran da ki sabah gələrsiniz, tanıyarsınız deyə düşünürəm. Belə, o da sinif yoldaşımdır. O təzə gəlir bizdən. Biz Reyhanla ən başından bəri gedirdik. O müəllim tapmamışdı. Sonra tapmadığı üçün də bizimkinin yanına gəlir. İndi ev tapşırığını yazmaq üçün məni yığırlar. Mən də onlara qoşuluram. Çəkə bildiyim qədər, yəni hissləri falan qoyaram bu yanlara yazı yazanda. Çünki telefondan danışıram deyə çox da şey eləyəməyəcəm. Deməli, müəlliməmiz evə güvəndən verib. Güvəndən keçən səfər biz 200 dənə test edin adətləri cəm. Dimdə 130'da nə idi? Yox, 130 nə idi? 113 dənə. Güvəndəsi 200 dənədir. 100 dənəsi bir dəfə vermişdi. 100 dənəsi bir dəfə verdi. İndi də bu 100 dənədən mən bütün 100 dənə yazmışdıq. İndi 100-dən 200'ə qədər verib.
Mən 161 yazacağım indi. Bu arada özümə getdim bir vakabesi gətirdim. Bilmirəm hamı verdi, yoxsa mən mi heç su içmirəm? Məsələn, bir gün ərzində heç su içməsəm belə həyatımda heç nə dəyişir. Məsələn, insanlar su yaşamır, amma özümü məcbur edirəm ki, su içim. Çünki üzüm dəhşət dərəcədə quruyur su içməyəndə. Belə, indi yazdıqlarını göstərəm, 60'a qədər yazdıqlarımı. Həddən bəridir bu arada. Yazım buradan başlayır. Belə. Bu arada mən Temudan şəffaf bir post istəmişəm. Çox qəşənglər. Düzdür, tam olaraq o kağız olanlar kimi deyirlər. Yəni, məsələn, kağız olanlar daha bəy kağız kimidir. Bunlar kulenka kimidir. Ruçkanın üstünü yazı yazmaq olur, amma tam olaraq belə ruçkanın tünd şey olmur da. Tünd şəkildə yazmır, biraz açıq şəkildə yazmır. Məncə onun idealdır. Mən də baxın belə yazmışam. Şəffafdır bunlar. Bunlar mən kitabların üstündə falan yapışdırmasını da uyğun olaraq görürəm. Məsələn, yazının üstündə kitabda bir yazılır, onun yanına qeyd olaraq yazmaq istəyəndə yapışdırıram. Dəftərimdə də qeyd olaraq belə yapışdırdım. Sonra bunun ardından belə bir səhifə, 2 səhifə yarımdır. Bu da 3-cü səhifə. Burası elə belə rəngli bir şey qoymuşam. Çünki balaca bir şey lazım idi. Belə. İndi mən başlayıram yazmağa. Aha, belə. İndi qızlarla danışdıq. Cəmicim 2-dən misal yaza bildik. Çünki Zəhra xanım nənəsigildəydi. O evə gedirdi. Evinə gedirdi deyə şeydir. Belə. Onu gözləməliyik. Amma bu videonu izləyəndə görəcək bir xəyanət eləmək istəyirəm burada. 62-də onlarla bitirdim. 63 yazırdım indi. Mən 170'ə qədər yazmaq istəyirəm. Çünki video çəkirəm. Video çəkdiyim üçün də çox bəşək olmasını istəmirəm. Yəni 2-dən misal yazıb yapmaq istəmirəm. Hazır oturmuşlar 170'ə qədər yazmaq istəyirəm. Sonra da eləyim buradan. Yəni əgər izləyəcəksə amdaşa tosturan qoyur. Qoşur işlədir. Ona görə də indi siz bu yazmadığım hissəni musiqi ilə falan dinləyin. Baxın, mən sizə bir şeyini. Deməli, indi burada sayət qoşacağım özüm üçün. Deməli, hazır qızları gözləyərkən dedim biraz danışaq. Bu arada bunu qoşmuşam, amma səs çox gəldi. Bunu bilməncə bunu söyləyək. Deməli, 10 dənə yazdım. Və bu, mən 11 dəqiqəmi aldı. Neysə, 10 dənə test işlədim və daha da artıq işləməyəcəm. Elə qızları gözləyəcəm. Belə, indi mövzumu... Deməli, bu hissədə Əbu Bəkir haqqında bilmədiklərim, hazırlığa gedəndə naturalətlər haqqında hər şey bildiyimi düşünüb, amma əslində öyrəndim yeni üsullar, Əbu Bəkir haqqında ekvivalent üsullar falan. Yəni, daha tez hesablama üsullar falan bunları öyrənmişdim. Bunlardan danışıram, amma baxıram ki 8 dəqiqə tutdu, video dəhşət uzun olacaq. Ona görə də əgər maraqlı gəlsə falan digər videoları danışaram, buraları qoymayacağam. Digər gündən hamını samlayıram. İndi isə saat hardasa 9'un yarısı da 20 dəqiqə işləyib və mən birazdan çıxacağım evdən və məşq edəcəm. Belə, amma indi isə məşq çantamı hazırlamalıyım. Elə bir paltar, yəni paltar götürəcəm, bir şalvar, bir də çöynək. Deməli, saçımı da belə indi açıq qoymuşam, prostora gedəndə yığacam da. Yəni, normal saatdə altdan. Belə. Saçımı da belə yıxdım altdan. İndi mən gedirəm maşına qodlamağa. Anam da gəlir indi. Mən indi oturmuşam, anam gözləyirəm maşında. Mahnı geçmişəm, burası da kameraya gələndə mahnı sönür deyə yandırdım. Belə, anam da gəlir. Deməli, indi saat 1:15 dəqiqə işləyib. Mən hardasa 12-20 dəqiqə falan qalmış gəlmişdim evə. Amma videonu başlatmadım, çünki telefonum zartkası yox idi. İndi 62%'dir, zartkadan təzə çıxartdım. Belə, saçımı da bu arada hazırlıq edəcəm deyə yığmışam. Belə hörmüşəm. Bugün də takmışam, amma bunu aldı şərmində. Belə. Belə oldu. Deməli, indi yəm yerdə çantamı yığaq.
Çünkü birazdan da içeceğim yemek yemeye. Sonra neye koyuram sumkama? Bir tane tapşırıqlarım dəftərimdir. Ev tapşırığımı zaten dönəndə göstermiştim. Bura ve bura. Niye bu tutub? 100 dənə 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə tutub. Belə. Bu sonra bu mənim kesinlikle qaydaqlarına ya da həyatıma götürürüm. Çünki hərdən bir şey yadıma düşür və baxıram orada. Bu bize müəllimənin verdiği qaydada belə fayda saldığım. Bu güvən kitabımdır. Kitabım gəlir. Aha, deməli çantamdaymış. Ben bunlarla qoyuram çantama. Bu arada çantam belədir. Bu ördeği de ben niyeyse çok severim. Bu bütün her yerimde bu aralar bunu istifade ediləm. Yani bütün platformlarda. Benim saçım falan hazırdı. Ay ne kadar görsen askısız. Neyse. Çantamın biraz çok uşaqçı olduğunu düşünürəm. Ama ne bileyim ben belə bəyəndim. Yani əvvəllər belə həmişə məktəb asanda falan qapqara sumkalar falan alırdım ki, belə bir algı var ki, belə ne bileyim cool görsənməli falan. Məncə ərgənliyin gəldiyi o triplər nə idi? Cool falan görsənməli qapqara şeyler alırdıq. Belə şey olacaq ha. Amma nədənsə bu mənim daha çox belə tarzımı yansıtdığını düşünürəm. Daha çox mənim zövqümə uyğundur. Belə literatur müəllimləri. Çünki çox istədə var. İndi gedəcəyik birazdan. Prosta qızlar geç çıxdılar. 12-də Reyhan xanım evindən çıxa bilmir. Zəhra çıxıb Reyhan xanımə göstərir. O da çıxsın qoy. Yəni də çox gəzləməyək. Dörd ona görə biraz geç çıxacağım bu günləri. Saat 10 üstücü 2-3 dəqiqə çıxacağım mən də. Hangi bir qapının ağzını yanıb gözləyirəm. Niyə belə gözləyirəm qapının ağzını bilmirəm. Belə. Gedirəm indi maşına doğru. Çox istədi hava. Paparazzi bize. Anam gelmir damıza. Özümüz gelecek. Deməli mən hazırlıqdan gəldim. 18:54'dü. Yəni artıq saat 7'dir. Mən 6'ın yarısı gəlmişdim. Yeməğimi yedim, çayımı içdim. Biraz da telefona baxdım, istirahət etdim və indi hazırlıqda nə etdik onları deyim. Hazırlıqdan ev tapşırığımızı yoxladıq. Ev tapşırığımızı yoxlayıb qutara bilmədik adları. Demək olar ki, saat boyunca ev tapşırıqları yoxladıq. Onun ardından müəllimə bizə onluq kəsirlərin qaydasını verdi. Dediyim kimi bizə hər dəfə qayda çıxar verir. Biz onları fayda içə salırıq. Belə bir dənə qaydadır. Deməli yazmasam belə düzəltdim. İndi müəlliməm müəlliməmiz bizə deməli belə öyrənməyi bu qaydanı verdi. Bunu bayağı göstərmişdim. İndi bunu oxuyacağım. Bunu oxuyub buradan 80 dənə və tapşırıq verib onları işləyəcəm. Bilmirəm də açıqçası bu günə nə qədər yazacağım, amma nə qədər yazdım, yazıb elə orada dayandıracağam. Yəni bu günü sonlandıracağım. İndi qaydanı oxudum, bitirdim. İndi isə desəm bunu yazmağa. Çox asan olduqları üçün artıq 10 dərsini yazdım. Bu arada biz orada tez-tez yoxlayırıq deyə hərdən bir variantları belə seçəmirəm yazın içində. Ona görə bunları belə fosforla çərçivələyirəm. Mən ücə 20 dərsini yazıb bitirdim. Gərək 60 dənə. Əslində çox asan, çünki 9-cu sinif olduğumuz üçün sıfırdan başlayaq, yəni nasır ödətlərdən başlayaq mövzular və bəlkə asan mövzulardayıq. Həm də ki, onluq kəsirlər həm asan bir mövzudur, çünki 5-ci sinifdən falan deyəsən keçirik.
Deməli mən 40-a qədər yazdım. Yəni tamamen yarısını yazdım. 40 dənəsi qaldı. Mən yoruldum açıqlayam bu gün əmsin çox yorucu bir gün idi. Ona görə də qalanında sabahda falan altında falan eləyərəm. İndi eləyə bilməyəcəm. Bu 40 dənə də məndə 3 səhifə tuturam olaraq. Belə bir səhifə belə. Bir səhifə belə. Bir səhifə də belə. Videonun da burada sonuna gəldik. Əgər videonu bəyəndirsə kanalıma like atıp abone olmayı unutmayın. Daha doğrusu videomu beğenip kanalıma abone olmayı unutmayın. Bu kadar. Sağ olun.